Bugünkü dərsimiz qrafik informasiyanın kodlaşdırılması. Hı. Deməli, həyatda məsələn biz indi keçdik ki, mətni necə kodlaşdırırıq? Simvolu vurduq. Bir simvolun həcminə biz nəyi tapdıq? Ümumi həcmi. Düzdürmü? Bəli. Amma burada artıq qrafik informasiyada biz şəkillərlə işləyəcəyik. Məsəl üçün, hər hansı bir şəkil gətirim bura. Adi şəkil çəkək məsələn. Belə bir ekran görünmür. Buradan ekran paylaşımı ayarlamışım. Göründü? Bəli. Hı. Mesela hər hansı bir şəkil deyək. Belə bir şəkildir. İndi bu şəklin mətn kimi, yazı kimi həcmi var. Biz onu necə hesablayırıq? Ümumiyyətlə, informatika kitablarında yəqin ki, görmüsən. Bu Mona Lisa'nın kub-kub şəkilləri. Rast gəlmisən heç? Bəli. Hə. Bax, bu nöqtələr bizdə piksel adlanır. Bax, bütün şəkillərimiz belə-belə nöqtələrdən ibarətdir. Yəni, mən hamısını çəkməyəcəm. Bir enini, bir də uzununu çəkəcəm. Bu şəkildə biz nöqtələrdən şəkil çəkirik. Yəni, bunlar hamısı yığışacaq. Bir dənə şəkli yaranacaq. Hətta telefonun ekranına belə diqqətlə baxsan, orada da nöqtələrdən ibarətdir. Diqqətlə bax. Telefon ekranı. Yaxından baxanda. Lap köhnə sensorlərdə daha çox. İndi düzü piksel artırıblar. Bunlara deyirlər piksel və ya nöqtə. Bu şəkildə. Yaxşı, bu nöqtələr nə işə yarayır da, bu nə üçündür? Məsəl üçün, deyirəm ki, bura A tərəfidir. Ümumiyyətlə, düz bucaqlayan tərəflər olur da, belə. Şəklin də tərəflərini yazırıq. A tərəfi və B tərəfi. Deyirəm ki, bu B tərəfində 300 dənə pikseldir, bərabərdir. A tərəfində də məsələn 200 pikselə bərabərdir. Bu şəkildə götürürəm. İndi bunun həcmini Yəni, üzr istəyirəm. Mən bildim işığınız keçib yazmışdınız. Ona görə elə bildim ki, keçməyəcək. hə, yox. Yəni xəbərdarlıq eləmişdim ki, yəni yanmasa ola bilsin. Yandı. Niyə? Başdan başlayaq. Ya. Mənim ehtiyac yoxdur. Bu hissələri bilirəm. Narahat olmayın. Hə, yaxşı, ona davam edelim. Deməli dedik ki, B tərəfi 300 pikseldir, A tərəfi 200 pikseldir. Həm uşaqlar dərsdən qabaq da yox, həm də vaxtımız olduğuna görə yavaş-yavaş keçirəm. Mən də 2 nəfərik, armağa sual verən olmayacaq. Sanki fərdi dərsdəyik. Deməli, mən düzbucaqlıyı nadicə neynirdim? A vıraq B, nəyi tapırdım? Sahəsini, düzdürmü? Yəni 200-ü vuracam 300-ə. Bu nə eləyəcək? 60 min piksel. 60 min. Qarar küçüyə. Aha.
60 min pikseli tapdım. Məsələn, indi deyirəm ki, bu 60 min pikselin bir pikselin rəng dərinliyi 4 bitdir. Yəni bir dənə pikselin bərabərdir 4 bitə. Yəni rəng dərinliyi. Onda neyniyəcəm? 600'ü, yəni 60 mini, 600 neydi? Vuracam 4'ə. Bu şəkildə də tapacam 240 min. Nə? Bit. Yəni bu şəklin həcmi 240 bitdir. 240 min bitdir. Uşaqlar, deməli burada RC var. RC rəng dərinliyidir. Rəng dərinliyi 4. Rəng çavarıdır. Yazıram rəng. Kiminsə səsi açıqdır uşaqlar. Buna həm də rəng sayı deyilir. Bir də var rəng dərinliyi. Görək o nədir? Bax. Biz əlifbalar keçəndə bu düsturu keçmişik. N bərabərdir 16. Uşaqlar, bu 16 rəng çalarıdır. Mən deyirdim, 16 simvollu əlifba. Onun kimi fikirləşin. Bu da eləyir n bərabərdir 2 üstü i düsturunda. Nə tapıram? 2 üstü 4. Düzdürmü? Yəni n bərabərdir 2 üstü 4. Yəni mənim bu 4 rəng dərinliyimdir. Aha. Yəni i bərabərdir 4 bit. Bu şəkildə. Yəni adicə düsturu yazaq. Yəni düsturu nə çıxartdığında A vurulsun B, vurulsun i bitə. O da bərabərdir həcmə. Yəni bitlə də o da. Sonra istəsiniz kilobitə, kilobaytə çevirə bilərsiniz. Böyük ölçülərə, kiçik ölçülərə. Nəyi sizdən tələb edəcəksə o ölçüyə çevirə bilərsiniz. Bura kimi başa düşdünüz uşaqlar? Hayır. Bir problem yoxdur. Leyla, Zəhra. Hayır. Deyil mənim. Hə, yaxşı. İndi belə deyək, rəng modellərindən danışaq. Yəni, adicə bu məsəl üçün, indi desəm ki, 32 rəng çalarına malik olan bu rəng dərinliyi nədir? Siz onda nə deməlisiniz? 5. 5. Bəli, 5 bitdir. Bu şəkildə. İndi keçək rəng modellərinə. Bunlar elbki qeyri-standart, standartdan kənar əlifba kimi düşünün bunları. 16-nı, 32-ni. Bir də bizim standartlarımız var. Bu da rəng modelləri adlanır. Bunu necə eləyəcək? Bunu yazacağım, sadəcə əzbərləməlisiniz. Başqa bir yolu da yoxdur. Rəng modelləri. Yuxarıdakini yazmaq istəyirsiniz, köçürtmək istəyirsiniz. Yazdım. Əlavə videoda da olacaq. Daha sonra SMYK. Birinci rəng modelimiz. SMYK. Buna siyan deyilir, magenta, yellow və black'ın K'sıdır bu. Qara rəngin K'sı. Bunun rəng çaları, belə desək, dərinliyi 200-dür. Rəng çaları 232-dir. Dərinliyi də biti də, yəni 32-yə bərabərdir. 32 bit. I bərabərdir 32 bit və ya 4 byte da götürə bilərik. Bu şəkildə. Yəni testlərdə artıq deyəcək ki, SMYK-da
Şəkil semyakada istifadə olunub, orada çap olunub, ondan çəkilir belə. Bu əsasən çap makinalarında bu printer istifadə edirik ya. Bax, onlarda istifadə olunur. İndi görmüş olarsınız hər halda. Rənglərə baxsanız içərisində 4 dənə bu rənglərdən var. Və açıb istəsək internetdən də baxarıq rənglərə. Daha sonra gəldi RGB. RGB kompüterin daxilində olan rənglərdir. Yəni kompüterdə əsasən RGB-dən istifadə edirik. Bu da ki, necə deyirlər, biti 24-dür. Yəni 21 piksel 24 bitlə hesablanır. 2 + 24, yəni i bərabərdir 24-ə. 24 bit. Və yaxud da 3 bayt. Aha, bu şəkildir. İndi belə deyək, RGB-ni də yazdıq. Keçək height kollara. Height color. Height color 16 bitli dərinliyi n bərabərdir 2/16. Bu da i bərabərdir 16 bit və yaxud da 2 baytın hesablanmış olur. Bir də var, təhlükəsiz rəng paletlərimiz də var. Bunu da yazaq. Yazın hər birini. Təhlükəsiz. Rənglər. Paletlər. Burada da n bərabərdir 208-ə, yəni i də bərabərdir 8 bit, o da 1 bayta bərabərdir. Bu şəkildə. Bir də ən axırıncı monoxrom. Deyilə bilirsən monoxrom nədir? Xeyr, rəng palatası idi müəllimə. Ağ-qara. Ağ-qara. Burada ağ-qaradan istifadə olunur. Yəni 2 rəngdir. Ağ və qara. Vəsiyo. Bu şəkil. O da bərabərdir 2/1-ə. Yəni i də bərabərdir 1 bit. Ya ağdır, ya qara. Semyakada 4 rəngin qarışığından istifadə edilir. Bu bənövşəyidir. Bənövşəyi, bu mavi bir rəng gedir. Yəni magenta. Bu sarıdır, bu da qara. Bu qaranın niyə bura? Əvvəl RGB-də istifadə olunurdu. Sadəcə RGB-də bu 3 rəngin qarışığından yaxşı qara rəng alınmadı. Buna görə əlavə olaraq Black-ın K-sın, yəni qara rəng əlavə olundu semyakaya və çap işləri üçün istifadə olunur. RGB kompüter qrafikasında, telefonda gördüyümüz rənglər RGB-dir. 3 rəngin qarışığından 2/24 sayda rəng alınır. Height color'da da, yəni 2/16 sayda rəng var. Bu da 16 bit eləyir. Təhlükəsiz rəngdə də 2/8. Burada da monoxromda da ağ-qaradır. Təkcə 2 rəngdir. Hətta keçmiş kompüterlər deyək, televizorlar deyək, bu rənglərdən istifadə olunur. Bu şəkildə deyək. Bir də belə bir şeyimiz var. Bizim həcmin artıb azalmasını mən sizə başa salmalıyam. Bunu da baxaq. Keçən səfər də həcmin artıb azalmasına sizə baxdıq ASCII Unicode-da. İndi bu dəfə də baxaq. A bərabər, məsəl üçün yazım. Bunu başlıq olaraq yazım. Ayırasız. Bir də true color neçə bit idi? True color
24 bit. Olacaqsa. O da 24 bitdir. Hı hı. Belə həcmin artıb azalması. Uşaqlar, əlavə səs gəlmir sizə. Biraz ilerlesin. Deyil. Hı hı. Məsəl üçün, deyək ki, A-nı vurduq B-yə düsturda. Bir də nəyə vururuq? İ-bitə, düzdürmü? O da bərabər olur həcmə. Bitlə götürdüm. Belə deyək. Bu həcmin artıb azalması burada nədən asılıdır? Üstüne çevirsin ve iyiden daha doğrusu. İ-dən. İ-də ilə asılıdır? Bitten. Yox. Renk Özü falan. harda? Rəng çalar onlar. Rəng çalan, yəni RC-dən gəlir. Düzdürmü? RC-dən gəldiyinə görə burada belə bir şey olur. Məsələn, deyirəm ki, belə deyim. N bərabərdir 32 rəng çalarına malikdir və mən bunu hesablayıram, indi deyirəm hesabla mini 24 rəng çalarında. Həcm necə artıb azalar? Bunu bilirsiniz, keçəndən yadda qalıb, yoxsa Bir dakika var. 2 dəfə? Niyə? İzah elə. 2 üstü 5'te 32'de. N'de ise 2 üstü 10'da. Biri 5x o biri 10x. Bölümde 2. Elə 5x-lə niyə 10x-lə gedirsən? Elə məntiqi yazanda görə bilirsənmi? Biri bir dəfə 5-ə vurursan, bir dəfə 10-a vurursan. Həcm neçə dəfə artıb? Yani ben Yəni həcm 10 dəfə artmış olur. Hı -hı. 10 defa. 10 dəfə nə idi? 2 dəfə. Aha, burada səs var, güclü. Daha sonra, məsələn, indi deyirəm ki, belə deyim. Bunu necə tapdıq? Leyla, eşidirsən? Yəni, diqqətlə qulaq as. Yəni, 32, 2 üstü 5-dir. Burada isə 2 üstü 10-dur. Yəni, göz görəyə görə görürsən ki, 5-dən qalxıb 10-a artım baş verib. Düzdürmü? Mən azalma demirəm, artma deyirəm. Bəli. Yəni, normalda 5-i 2-yə vuranda mən 10 alacam. Deməli, 2 dəfə artma olub. Yəni, bununla tapılıb. Yəni, bu i'lərlə. Yaxşımı? Yoxsa başa düşməli? Başa düşdüm müəllimə, başa düşdüm. Hə, əla, əla. Sonra gəlin indi birini də yazaq. Buna aid, yəni tam istəyirəm. Məsəl üçün, n bərabərdir 4096-dan. Düşmüşəm, n bərabərdir 16-ya. Burada nə baş verir? 3 defa azalır. Leyla, sən də bax ki. Leyla. Değil mi? Leyla. Yəni 16 2 üstü 4-dür də. Üstü 4-dür. 4096-da 2 üstü 12-dir səhv eləmirəmsə. Ya da 11. 12. Hə, 12. Aha. İndi müəllimə, siz bizə nə soruşurdunuz? Azalıbda 2 üstü 12-yə vururdun. Bu AB-ni. A vuraq B, Bəli. vururdun 12-yə. İndi vurursan A vuraq B, vurursan 4-ə. Həcm neçə dəfə azalıb? 3 dəfə. Hə, 3 dəfə. 12-ni yəni 3-ə böləndə mən 4-ə alıram. Yəni göz görə aydan 3-ə böləndə. Hə, 3 dəfə azalma. 3 dəfə azalma baş verir.
Daha doğrusu 12'ni 4'e böləndə 3. Cavab düz idi ikisindən amma 3'e bölməli, 4'e bölməliyim uşaqlar. 3 Allah. Yaxşımı? Yerlərini dəyişmişdim sadəcə. İndi keçək misallara baxaq. Ən yaxşısı misallar üzərində möhkəmləndirək. Yəni sadə dərsdir. Niyə açılmadı? Burada da. Hə. Deyir ki, gəl burada yazaq elə. Nə deyir? Keçdik mi? Bax, 512 və 256 nöqtədən ibarət təsvir 1024 rəng sıralarına malikdir. Yaddaşda neçə kilobayt yer tutduğunu məndən istəyir. Bu nədir? 2 üstü neçədir? 2 üstü 9. Bu neçədir? 2 üstü 8. Mən bunu bu açıqda yaza bilərəm. Bu şəkildə yaza bilərəm ki, mənə hesablama rahat olsun. Açıq yazanda biraz yəni qarışır. Bəs rəng çalarına malikdirsə, deyirsə, bu rəng çalarını verib. Bəs rəng dərinliyi nəyə bərabərdir? Ona. Ona. Zəhrə sən dedin bunu. Leyla bəs? Leyla. Bu benim müəllimə. 10 üstü 24 müəllimə, 2 üstü 10. Yəni 10'a. 10 üstü, bu mini 24'tür. 10 üstü 24 değil. Hə, 1024. Tələsdim. 2 üstü 10'a. Onda neyinirəm? Nəyə vururam bu A-la B? Bu A-dır, bu da B-dir fərzidə. Yəni, şəklin tərəfləridir verib bu enin uzunun bizə. Mən bunu 2 üstü 9 vururdum 2 üstü 8'ə sahəsini tapanda. Bəs indi nəyə vuracam? Leyla. İbitə vurmalıyam da. İbit burada nədir? İbit 2 üstü 10. 2 üstü 10 yoxsa 10? 10. 10. İyiydi bu. İyi bərabərdir ona. Aha. Tapacağım cevabı. O da nə eləyir? 2 üstü 10 vuraq. Ya 10 da vura yaza bilərəm. 5 vuraq da 2'ni oradan ayırıb çıxarda da bilərəm. 2 üstü gəlin 5 vuraqla gedək. Kilobaytla istəyirdi elə bilək. Hə, Mən hə. 5 vuraq 2, bir də 5 vuraq vuraq 2 üstü 2 üstü 17. 18 yazaq elə. 5 vuraq 2'ni elə ki 2'ni keçirtdim 18'in içinə. 2 üstü kilobaytla istəyirsə 2 üstü 13'e böləcəm. O da nə qalacaq? 5 vuraq 32. Düzdürmü? 5 vuraq 2 üstü 5. Bu şəkildə. Düzdürmü uşaqlar? Müəllimə, səsiniz çox zəif gəlir. Zəif gəlir. Niyə? Məndə normal. Ya artır da telefon səsi. Telefon da kompüterdə artır. Mən- Aha. Bu da bu şəkildə. İndi düzəldi bax müəllimə. Yo, mən bir şey eləmədim. Mən heç nə eləmədim. Mən biraz kompüteri yaxına çəkdim. İndi də başlayıram ki, biraz möhkəm danışım. Yəni başqa bir şey eləmədim. Və təxmini 160 eləyir. Cavab 160 kilobayt. İndi ikincinə keçək. İkinciyi siz eləyin baxın. Bax buna. Eləyin cavabı deyin. Baxın. Baxın. 2 üstü 9 vurulsun 2 üstü 8. 16 rəng 64 rəng çalarına deyirsə, rəng çaları deyibsə, mənə n verib bu. N bərabərdir 64-ə, o da bərabərdir 2 üstü 6-ya. Yəni burada i bərabərdir 6-ya. Gətirirəm burada yerinə qoyayım. 2 üstü 3, 2 vur 3 kimi də yaza bilərəm ki, toplananda 3 vur 18 yaza bileyim. 2 üstü 18 bu şəkildə hesablaması. Mənə kilobayta keçsəyir, onda böləcəm 2 üstü 13-ə. Burada da yenə 30
3 vuraq 32. Yəni 2 üstü 5 qalır. Bu da 3 vuraq 32 deməkdir. 3 vur 32. Bu da nə elədi? 96 kilobayt. Leyla sən də belə aldın? Yoxsa? Mən də gördüm yazırsız yazmadım. Yo yo sən yaz, gəl özün al cavabı gəl çıx. İndi buna baxa, rənglərin. Hə, indi bunu eləyin. Burada nə deyir, necə eləyir? Baxayım, bir dənə bunu da eləyin. Güneşlendiği değil özün götür. Bəli, rənglərini deyirsə, i-ni verib. Yəni, i bərabərdir 32 ilə. I bərabərdir 32. 1024. Hı -hı. Bunu mən nə kimi yaza bilərəm? 2 üstü 5 kimi yaza bilərəm, Ramay. Hə, Leyla. Hesablamam rahat olsun deyə. Bəli. Bir var, çaşıb 5 yazmayın ha. 2 üstü 5 yazın. Yəni 2 üstü 5, 32 demək. Bir var, bura 32 yazasan, bir də var ki, 2 üstü 5 yazasan. Bu da cavab nə eləyir? 18, 2 üstü 23. Bit. Mənə nə istəyir? Kilobaytla nəyə böləcəm? 2 üstü 10, 13-ə. O da eləyəcək 2 üstü 10. Yəni 1024 kilobayt. İndi istəyirsiniz, orada megabaytla da verə bilər cavabı. Düzdür, kilobaytla istəyir, amma testlərdə megabayt, 1 megabayta bərabərdir bu. Keçən dərsdən bilirdim. Bu şəkildə. Daha sonra indi buna baxaq. Nə deyir burada? Qrafik təsviri 250 kilobayt 56 kilonun yaddaşı malikdir. Qrafik nöqtə ibarət. Bu qrafik təsvirin rəng çalarını müəyyən edir. Eləyə bilirsiniz, yoxsa mən eləyim? Eleyebilirim. Elə. Dört. Hı. Ay, salarını değil. 2 üstü 4. 16. Aha, Leyla. Deməli, bu qədər kilobayt yaddaşda həcmi verib. Həcm bərabərdir 256-ya. Mən bunu bitə çevirirəm. Yəni vururam 2 üstü 13-ə. Hətta belə yazıram. 2 üstü 8 vurulsun 2 üstü 13. O da bərabərdir. 2 üstü necə? 21. Bunu aldım. Təsvirin A-sını da verib, B-sini də verib. A bərabərdir. Yəni A bərabər yazmayacağım. Bir yerdə AB yazacağım. Bu şəkildə. Nəyə bərabərdir? 512, yəni 2 üstü 9 vurulsun 2 üstü 10 yazacağım bunu. Bu 512 nə idi? 2 üstü 9 idi. Bu da 2 üstü 10'dur. Bu şəkildə yazıram. Və bu qrafik təsvirin rəng çalarını istəyir məndən. Eni istəyir. Mən amma nəyi bilmirəm? İ'ni bilmirəm. İ də bərabərdir suala. İ'ni tapanda nə edirdik? Həcmi bölürdük AB'yə. Düzdürmü? Yəni İ bərabərdir. Belə yazırdıq. Başdan yazım. Açıq şəkildə yazım. Tam şəkildə başa düşəsiniz. Yəni 2 üstü 9 vurulsun 2 üstü 10. Vuraq i bit. Bu həcm də bu tərəfdə bərabərdir. 2 üstü 21 bitər. Bu şəkildə. i biti də tapanda bərabərdir. 2 üstü 9 yəni 2 üstü 21 bölünsün 2 üstü 19. Cavab nə eləyirdi? 2. 2 üstü 2 yəni 4 bit. 4 bitin Leyla nə edəcəm? Leyla'dan səs gəlir. Aparıb burada bunun üzərinə qoyacağım. Bu da dedik 16.
16 renk çalarına elçiyə bərabər. Başa düşdük. Aha, indi bunu. Mən müəllimə bilirəm, onu aşağı çəkin ola bilər, screen yazım da. Leyla sən aktivləş. Belə olmaz. Müəllimə aktivləşəcəm. Bu günəm qaqamcıl bizə gəlir. İnanırsınız iş görə baxıram dərsə. Yaxşı. Çəkdin? Bəli. Aha. Sonra qrafin təsviri 2 meqabit yaddaşa malikdir. Bax, eyni misaldır. Bunu eləyək. %30. Deməli, mənə həcmi verib. H. Nə verib? 2 meqabayt. Mən bitə keçməliyəm məcburen. 2 vurulsun 2 üstü 23. Düzdürmü? Zəhra. Daha sonra məndə AB-ni nə verib? 2 üstü 9, yəni 2 üstü 19 verib də. Promo yaza bilərəmmi? Mənə nəyi sonu? İ bərabərdir suala. Burada neynirdim düsturda? Bərabər var. Hə, 2 vurulsun. Həcmi AB-yə bölündü. Bəli, həcmi AB-yə bölürdük. Burada da nə edəcəm? Bu 2 üstü 24 yazıram. 2 üstü 24'ü böləcəm 2 üstü 19'a. Bu da eləyəcək 2 üstü 5. Bunda bərabər də 30. İndi müəllimə onu çevirdik, yoxsa elə 205 şəklində qalır? Yox, mən 2 üstü 5'i istəmirik. 232. 2 üstü n bərabərdir. 2 üstü 32. Bax, Leyla, niyə görə? Sən buradan i-ni tapırsan. Bu i bərabərdir yazım. i nə idi? Renk dərinliyi n bərabərdir. Bax, i-nin yerinə bax. Bir dənə gör i hardadır. Gördün i hardadır düsturda. Sən gətirib Bəli, müəllim. 2 üstü 5'i yazmaya. Bu 5. Sən 2 üstü 5 ümumilikdə cavabında. Sən bu 32 kimi açmalısan. Tamam. Hə, sonra gətirib qoymalı. Sən burada məsələn təkcə 4 də ala bilərsən. 5 də ala bilərsən. Ha, onu da gətirib bunun üstünə 5 qoyarsan. Məsələn 4 yazarsan. Nə bilim 3 tapsın 3 yazarsan. Yəni bu şəkildə çevirərsən. 232 də tapsın gətirib bura qoyarsan. Burada da 54 də tapa bilərsən. Gətirib testdə də belə cavab çıxacaq. 2 üstü 30 32 rəng çaları elçi. Yəni bu düz cavabdır. Amma sən 232 bilə bilmərsən. Mən də bilə bilmirəm. Çünki benim kalkulyator deyil ki, yəni onların hamısını əzbərliyim yadımda. Heç lazım da deyil. Nəyə lazımdır 232 əzbərliyib yadda saxlamaq? Yəni çox böyük bir rəqəmdir. Burada deyirsən ki, bu qədər. 232 hansı rəng çaları idi bəs? Rəng modeli idi. DMK. CMK. Bilir ki, odur. Sonra bax, buna baxaq. Hə, indi gəldik, bunun birincisini mən eləyirəm, qalanını siz eləyərsiniz. Buna oxşarlar çox olacaq. Bax, bunu 2 üstü 7 kimi yazıram. Bunu da 2 üstü 9 kimi yazıram ki, hesablama asan da olsun. RGB rəngçalarında deyirsən, neçə bitə vuracam? 24. Bəli, 24. Yəni, n bərabərdir, 2 üstü 24. Leyla buradan gəldi. Buna görə 2 üstü 7 vurulsun 2 üstü 9 vurulsun 24 də yaza bilərəm. 3 bayt da yaza bilərəm. Hansını yazaq? 3 bayt yazaq. Sonda yenə çevirmə eləyəcəyik də müəllimə. Hə, kilobayta. Biz hələ baytdayıq. Baytdan bu səfər kilobayt. İstən 24 bit yaz. İstən biti 24 bit bilirsən də zaten 3 baytdır. Düzdürmü? İstən 3'ə vur. Hansını istəyirsən vur. Ama 3 yazsın baytdır. Baytdan kilobayta keçərsən. Amma 24 yazsın bit yazarsan. Bitdən kilobita keçərsən. Biz də bilirik ki, bitdən kilobita keçəndə bitdən kilobayta keçəndə 2 üstü 13'ə vururuq. Bölürük daha doğrusu. Amma baytdan kilobayta keçəndə 2 üstü 10'a
bölürük bu şəkildə. Bunu da bölürəm elə 2 üstü 10-a cavabı tapmaq üçün. Bir dənə burada getdi, biri qaldı. Bundan bu. Yəni burada nə eləyir? 2 üstü 6 qaldı burada. Vırılsın 3. O da nə eləyir? 64 vırılsın 3-ə. Belə cavab bu şəkildə cavab alınır. O da eləyir bu şəkildə. 90 190. kilobayt. İndi buna bax. Aydın oldu müəllim. Mən nə olar bir də ona sıkı deyim yazım. Yine. İndi buna. Çalış skrin eləmə. Get ikinci dəfə özün həll elə. Ya da Müəllim, yadımdan çıxanda baxmaq üçün saxlayıram ki, yəni olmasa dəftərimə yazaram, ona görə yazmaq üçün. Hə, elə. Zaten YouTube-a da atacağım. Dərsləri ardıcıl olaraq ora atıram. Axırıncı keçən dərs atmamışım. Bir də bu indi. Da düzəldib atacağım. Bax, indi bunu siz eləyin. Height color deyilsə neçəyə vuracam? Hə? 213. 16, 16. 212 yoxdur. O standartdan kənar nəsə versə. Desə 4096-dadırsa rəng çaları. Aha. Deməli 2 üstü bunu 8 yazıram. Vıraq 2 üstü 9-a. Vıraq neçəyə? 2 üstü 4 yaza bilərəm də bunu. Düzdürmü? 4 bit. Kilobaytla hesabla deyirsə, onda nəyə böləcəm? 2 üstü 13-ə. Çünki bura bitdi. Bundan da gedirəm ixtisarlarımı aparıram. Bundan bunlar getdi. Qaldı 256. Nə? Kilobayt. Leyla belə almışdın cavabı. Yoxsa? Mən yalan deməyim, yazmamışam. Çünki elə beynimdə hesablayıb deməyə çalışırdım. Hə, yəni. Gələn səbəbin amma belə olmayacaq müəllimə. Bunu dedim üzrü səbəbə görə. Hə, yaxşı. Deməli, 4096 rəng çalarına sahib olan qrafik təsvir, rəng çaları, hə, buna gəldik. Görək bu nədir? Bax, qızlar. Deyir ki, rəng çaları 4096-dır. Bu neçədir? 212. Və 256 dəfə azalır. Rəng çaları, hələ ki 212-dən işim yoxdur da. Hələ ki bundan işim yoxdur. Rəng çaları, yəni bu 4096 256 dəfə azalmışdı. Başa düşə bilirsiniz? Nə demək istəyir? Nə demək istəyir? Sayılar 250 dəfə azalıb az palitrə alışır. Hə, neçə palitriyə keçir onda? Bir dənə sizin deməyinizi istəyirəm. 212-ni 208-ə bölə 204, 16. 16. Yəni 4000 belə açıq yazımda 4096 rəngdə hesablayırdım Leyla. Sonra bunu deyir 256 dəfə azaltdılar. Yəni böləcəm 256-ya alacam 16. Yəni əvvəl bundan hesablayırdılar rəng çalarını. İndi də 16-ya keçdilər. 16-ya. Burada da 2 üstü 4-ə bərabərdir. Onda necə olur? 3 dəfə azalıb. Bəli. 12-ni böləcəm 4-ə, eləyəcək 3 dəfə azalma. Azalma. Başa düşdün? Yəni, başa düşmürsünüzsə təkrar sual verin. Aha. İndi buna baxaq. 4096 rəng çalarına sahib olan qrafik təsvirin rəng çaları 16 dəfə azaldılmışdır. Yəni 4096 6 rəng çalarına malikdir erçi. Bunu 16 dəfə azaldıblar. Hələ bilmirəm neçəyə düşüb. Onu bilmirəm. Yəni 4096-nı 16-ya böləndə neçə eləyir? 208. 208. 256-ya. Yəni burada 4096 ilə hesablanıb. Sonra hesablayırlar 256 ilə erçə ilə. İndi qrafik təsvirin həcmi necə dəyişmişdi?
Yəni 2 üstü 12-dən düşüb 2 üstü 8-ə. 12-ni də 8-ə böləndə nə alır? 1,5 dəfə azalma deyirik. Necə dəyişmiş deyəndə nisbət tapırıq, yoxsa fərq? Fərq yox. Niyə fərq? Niyə çıxma? Yox, necə dəyişmiş? Neçə dəfə deyəndə bölürük, amma necə dəyişmişdi? Necə dəyişmişdi, azalmışdı. Hə, onu. Hə. Bölmədir burada, çıxma yoxdur. Nisbət şey yoxdur. Yəni çıxardın o, çıxmağı çıxardın. Ancaq bölmədir, bir də 60-da azalmış. Yəni təsviri həcmi necə dəyişmişdi? Hə, azalmış. 1,5 dəfə azalmışdı. Bu şəkildə. Hə, indi gəldik bu misallara. Deyir ki, qrafik təsvirin rəng çaları 1024-dən 256-ya endirilən zaman həcmi 256 kilobayt azalmışdır. Qrafik təsvirin ilkin həcmini müəyyən edin. Bunu keçən dərs başa saldım Zəhra. Bilmirəm, Leyla həmin dərsdəydi ya yox. Harda başa saldım? Mətnin informasiyanın kodlaşdırılmasında, düzdürmü? ASCII Unicode-da. Orada sizə tam olaraq məntiqi yolla izah elədim ki, orada nə baş verir. Düzdürmü? Bəli. Dərinliyinə girdim. Elə burada bunun dərinliyinə girək. Deyir ki, rəng çaları 1024 idi. Aha. 256-ya endirilən zaman düşdü 250-yə 6-ya. Yəni burada olurdu 2 üstü 10, burada da artıq 2 üstü 8-ə vurulur. Və həcm 256 kilobayt azalmışdı. Deməli, burada bilmirəm həcmi. Düzdürmü? Mənə həcmi verib, həcmi yox. Pikseli verib. Verib qızlar, pikseli. Verməyib. Bu AB deyək də buna. AB. AB-ni 10 bitə vuranda həcm bilmirəm nə qədərdir. Amma AB-ni AB və yaxud da X-i vuranda 8 bitə mən bilirəm ki, həcm nə qədər azalıb? 256. Kilobayt azalmışdır. Yəni çıxaq 256. Bu kilobaytı mən bitə çevirməliyəm, vurmalıyam 213-ə. Düzdürmü? Bəli. Burada nədən istifadə edirdi? 6 çıxma üsulundan. Düzdürmü? 10x çıxaq 8x bərabərdir. H minus H bu şəkildə mərkəzədir. 200 çıxaq 256 vurulsun 213. Şəkildə, açıq şəkildə özüm ya. Bitdi hər tərəf. Burada nə edirik? Bu da eləyir 2x bərabərdir çıxanda. Bu tərəfə açıram ki, açılmasını ola bilsin, Leyla bilmir. Plus. Bunu elə 221 kimi yaza bilirəm artıq. Bəli. 208-dir. O da bərabərdə xəşlar iqtisar getdi. X də bərabərdir 221 bölünsün 2/2-yə. O da elədi 2/20. Bit. Bitlər də ixtisar getdi. Deməli, indi məndən nəyi soruşur? Qrafik təsvirin ilkin həcmini müəyyən edin. Uşaqlar, bax mən burada tapdım 2/20-ni. Yəni A vurulsun B bərabərdir 2/20-ni. Təxmini fikirləşin, nə ilə nəyi vursam bir-birinə 2/20-ni alaram? 210-dan 200. Bəli, deməli bunun tərəfləri 1024 vurulsun 1024 olur. Testdə də ilə belə cavaba rast gələcəksiniz. Belə. Amma mən dediyim üsulla görək bu alınır. Elə. Bax, 10-dan 8-ə çıxıb. Bu da nə eləyir? 2. Bunu 256-nı, yəni vurulsun 13-ə. Bu nə elədi? 200-dür. Görüm çıxmadı falan. 213. Hə. Yoxsa o üsulla gedəndə səhv olur burada. Neysə, yoxlayaram bunu. Burada da o məntiq üsulu burada da yoxlayaram. İndi bunu eləyək.
Yox, elə məntiqi sınavda qızlar düz gedir. Orada da 2 üstü 21 elə bitib, böləcək elə promo 2-yə. Da bu qədər uzun yol getməyə ehtiyac yoxdur, tapacaq orada. Ne, 2-yə deyəndə 2 üstü 1-ə yazaq ki, daha aydın olsun. Bunu eləyim. Görək, bunu necə eləyə bilirsiniz. E, 214 aldı. İndi mən gedim bunu. Deməli, bu nədir? 2 üstü 11. Neçəyə düşür? Endirilən zaman düşüb 2 üstü 8-ə. Və həcmi 6 kilobayt, həcm çıxılsın 6 kilobayt. Onu da bitə çevirəndə 6-nı vururam 2 üstü 13-ə. Düzdürmü? Burada 3-ə bölmə ilə gedə bilərəm asan üsulla. Çünki Bəli. 11-dən 8 çıxanda 3 eləyir. Bunlar ixtisar getdi bu şəkildə. Burada qaldı ki, o da elədi 2 üstü 14. İlkin həcmi nə ilə nəyi məsəl üçün bir-birinə vursam 2 üstü 14-ü taparam. Bəli, 2 üstü 7 vurulsun 2 üstü 7. Yəni 128 vurulsun 128 ola bilər cavab. Və yaxud da ki 120 64 vurulsun 256 bu şəkildə. 256 yoxsa hə 256. Bu şəkildə də ola bilər cavablardan. Yəni artıq ona baxarsınız. İlkin həcm budur. Yəni bax bu məntiqi yolla da gedəndə çox az. Yəni bir də o qədər uzun yol getməyə artıq ehtiyac yoxdur. Sonra buna baxaq. Deməli, rəng çaları 2 üstü 16-dan öndürülüb 2 üstü 10-a. Onda həcm deyir ki, bu qədər azalıb. Yəni burada olub 180 bit. Burada nə edirəm? 180-ı bölürəm nəyə? 6-ya. O da elədir 30. 30 bit. Həcmi nə olub tərəfi? Təxmini 15-in 15 pikselin 2 pikselə. Belə şəkil olmaz axı. Prosta indi cavab da çıxdı. Yaxşımı? Cavablara baxaq görək o şey bunun cavabları yoxdur. Cavabımı Həcmi deyəndə elə biz 30-u yaza bilərik. Çünki AB məsələn variantlarda açıq sual olaraq verib AB-də mən onu falan vurmaq yox, elə 30-u yazsam düz götürərlər. 30-u, hə, 30-u yazmaq düzdür də. Mən o bilə bilmərəm ki, məsələn 6 pikseli 5 pikselə vuranda 30 alım, düzdürmü? Bəli. Sonra 10 pikseli 3 pikselə vuranda 30 alım. Amma bu düzgün cavab deyil axı. Bu artıq 6 piksel nə qədər olacaq? 6 dənə nöqtədən belə. Yəni 6 burada, 5 dənə. Hə? Əslində ola bilər də. Hə. PowerPoint eləyəndə axı bəzən çox minimal şəkillər eləməli Hə, olur. çox minimal yəni olsa, balaca təsəvvür edin mən balaca. Yəni o balaca ikonlar var, balaca məsəl üçün WhatsApp işarəsi belə deyək, telefon işarəsi. Bəlkə onların həcmi olardı. Yəni bu böyük bir şey gözləməyək bu nə olacaq. Aha, dərs bura kimidir. Yəni RGB ilə bitirdik. Bütün dərsi başa saldım.